Salam uşaqlar. Bugün sizinlə birlikdə ikinci hissə riyaziyyat test toplusundan ilk bölmənin suallarına baxırıq. Gəlin çox vaxt itirmədən suallarımıza başlayaq, suallarımıza keçid alaq. Deməli, birinci sualda bizə deyir ki, y bərabər 3də 1x çıxılsın, 20 funksiyasının sıfırlarını tapın. Bunun üçün nə edirik? Verilmiş ifadəni, yəni 3də 1x çıxaq 20-ni sıfıra bərabər edib funksiyanı həll edirik. Adi bir tənlik kimi. 3də 1x bərabərdir. Mənfi 20-ni sağ tərəfə keçirdirik. Olur müsbət 20. Çarpaz vururuq. X-i 60 tapırıq. Deməli, bizim x-imiz olur 60. C variantı. İkinci suala baxaq. İkinci sualda y bərabər 9 funksiyasının sıfırlarını soruşur bizdən. Uşaqlar, ifadəni biz sıfıra bərabər etsək eyni qaydada 9 sıfıra bərabər olmadığına görə funksiyanın da sıfırları yoxdur. Deməli, belə bir ifadə ola bilməz. İkinci sualda cavabımız olur D variantı. Gəlin keçək üçüncü suala. Üçüncü sualda deyir y bərabərdir. K bölünsün x. Y bərabər K bölünsün x funksiyasının qrafiki 9 və mənfi 3də 1 nöqtəsindən keçir. Deməli, uşaqlar, biz bilirik ki, 9 bizdə x-in qiymətidir, mənfi 3də 1 isə y-in qiymətidir. Deməli, verilmiş ifadədə y-in yerinə yazırıq mənfi 3də 1 bərabər K bölünsün, x-in yerinə isə 9 yazaq. Çarpaz vursaq, 3K bərabər mənfi 9, K isə bərabər mənfi 3 olduğunu alırıq. Bizdən isə K-nı soruşurdu. Cavab olur A bəndi. Dördüncü sual eynisidir. Gəlin 5-ci suala keçid alaq. 5-ci sualda nə deyir? K-nın hansı qiymətində y bərabər K çıxılsın 2 bölünsün x funksiyasının qrafiki mənfi 3, mənfi 7 nöqtəsindən keçir. Eyni qayda ilə x gördüyümüz yerə mənfi 3, y gördüyümüz yerə mənfi 7 yazaq. Bu zaman alırıq mənfi 7 bərabər x gördüyümüz yerə mənfi 3 yazdıq. K çıxılsın 2. Çarpaz vursaq K çıxaq 2-ni 21, K isə bərabərdir mənfi 2-ni keçirdik 21-in yanına. 23 alırıq. K-mızın qiyməti olur 23. Bizdən də K-nın qiymətini soruşurdu. Cavab D variantı. 5-ci sualda cavab D variantı oldu. Gəlin 6-cı suala keçək. 6-cı sualda uşaqlar bizə deyir ki, bucaq əmsalı mənfi 0,4 olan xətti funksiyanın qrafiki A mənfi 2,5, 2,6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. Uşaqlar, əvvəlcə onu deyim ki, bucaq əmsalının mənfi 0,4 olması K-nın qiymətini göstərir. Yəni, bizim K-mız mənfi 0,4-dür. Deməli, variantlarda mənfi 0,4 ilə başlayan hissəni götürməliyik. Buna görə də A, daha sonra A variantı, sonra burada var D variantı, Y variantı yanlış variantlardır. Biz B və C variantlarının arasında qalırıq. Gəlin, həm B variantını, həm də C variantını yazıb yoxlayaq. Deməli, B variantında y bərabər mənfi 0,4x üstəgəl 2,5 yazılıb. Düzdürmü uşaqlar? Bizə isə x və y-imizin qiymətini mənfi 2,5 və 2,6 verir. Deməli, biz x gördüyümüz yerə 2,5, y gördüyümüz yerə 2,6 yazmalıyıq. Gəlin görək, bərabərlik ödəyirmi, yoxsa yoxmu? Y-in yerinə 2,6 yazıram. Bərabər mənfi 0,4 vurulsun. X-in yerinə yazıram mənfi 2,5. Üstəgəl 2,5. Gəlin görək, bərabərlik ödəyirmi? Deməli, 2,6 bərabər, mənfini mənfiyə vururuq, olur müsbət. 0,4-ü vururuq 2,5-ə, bu isə eləyir 1. 1 üstəgəl 2,5 bizə əlbəttə ki 2,6-nı verir. Yəni, bərabərliyin sağ və sol tərəfləri bir-birinə bərabərdir. Deməli, B variantı doğru cavabdır. Ancaq C variantında biz variantlarda yenə x və y gördüyümüz yerlərə 2,5, 2,6 yazsaq, görərik ki, bərabərlik eyni alınmaz. Deməli, düzgün cavabımız olur B variantı. Keçirik 7-ci suala. Bizdən funksiyalardan hansı xətti funksiyadır deyə soruşur. Deməli, ümumiyyətlə uşaqlar, xətti funksiya y bərabər
kx plus 5 şəklində olmalıdır. Gəlin baxaq görək burada hansı funksiya kx plus 5 şəklindədir. Uşaqlar, y bərabərdir k bölünsün x olan funksiya tərs funksiyadır. Biz isə variantlara baxanda A variantında məxrəcdə x görürük. Deməli, bu ifadə tərs funksiyaya aiddir. Deməli, olmaz. B variantında məxrəcdə x var. Bu ifadəni də götürə bilmirik. C variantını da və eyni qaydada D variantını da götürə bilmirik. Çünki hər birinin məxrəcində x var və bu da onların tərs funksiya olduğuna işarət edir. Cavabımız olur Y variantı. Keçək 8-ci suala. 8-ci sualda bizə deyir, qrafikə görə xətti asıllığı müəyyən edin. Baxaq qrafikə. Deməli, qrafikimizdə 60 dərəcəli bucaq yaranıbdır. Biz bilirik ki, 8-ci sual, biz bilirik ki, bucaq tangens alfa ilə işarə olunur. Bucağımız tangens alfa ilə işarə olunur. Tangens alfanı bizə 60 dərəcə veriblər. Tangens alfanın 60 dərəcədəki gəlin qiymətinə baxaq. Tangens alfa 60 dərəcədə hansı qiyməti alır? Deməli, tangens sinusun kosinusa olan nisbətidir və qiyməti kök altda 3-ə bərabərdir. Deməli, kök altda 3 olan variantımızda olur. Burada hansı? Bircə dəqiqə baxaq. Deməli, cavabımız olur Y variantı. Gəlin Y variantını işarə eləyək. Keçək növbəti sualımıza, 9-cu suala. 9-cu sualda isə eynisidir. Sadəcə burada 120 dərəcə veribdilər uşaqlar. Tangensin gəlin 120 dərəcədəki qiymətinə baxaq. Biz bilirik ki, tangens 120 dərəcəni tangens 180 çıxılsın 60 şəklində yaza bilərik. 180 dərəcədə ad dəyişmir. Tangens 60 dərəcə qalır. Sadəcə ikinci rübə düşdüyünə görə tangens biz bilirik ki, ikinci və dördüncü rüblərdə mənfidir və mənfi kök altda 3 qiymətini bizə verir. Cavab olur 9-cu sualda C variantı. C variantı. Keçək 10-cu suala. 10-cu sualda bizə deyir ki, uşaqlar, y bərabər kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Deməli, baxırıq ki, burada birinci rüb işarələnib və bir də üçüncü rüb işarələnib. Funksiyamız birinci və üçüncü rüblərdən keçir. Birinci, üçüncü rüblərdən keçdikdə funksiyanın k-sı sıfırdan böyük olur. Biz k-nın sıfırdan böyük olduğu variantlara baxacağıq və uşaqlar, B siz burada fikir versəz, y oxunu aşağı istiqamətdə, mənfi istiqamətdə kəsilmişdir. Ona görə də bizim B-miz də sıfırdan kiçik olur. Deməli, k-mız böyük, B-miz isə sıfırdan kiçik olmalıdır. Bu isə baxaq görək hansı variantdadır? B variantında uyğun gəlir. Cavab olur B variantı. Deməli, k-sı sıfırdan böyük, B-si isə sıfırdan kiçikdir. Eyni qaydada məsələn 11-ə baxaq. 11-də funksiya ikinci və dördüncü rüblərdən keçib. İkinci və dördüncü rüblərdən keçdikdə bizim funksiyamızın k-sı sıfırdan kiçik olur. K-mız sıfırdan kiçik olmalıdır. Burada qeyd aparaq. K kiçikdir sıfırdan. Daha sonra bircə dəqiqə düzəldək. Deməli, k-mız sıfırdan kiçikdir. B-sinə baxaq. Uşaqlar, B-si isə y oxunu yuxarıda kəsir, yəni müsbətdə kəsir. Deməli, B-si sıfırdan böyük olmalıdır. K-nın sıfırdan kiçik, B-nin isə sıfırdan böyük olduğu variant olur D variantı. Gəlin keçək 12-ci suala baxaq. 12-ci sualda bənzər olsa da bir qədər fərqli olan hissələri var. Sualda deməli nə deyir? 12-ci sualda uşaqlar bizə deyir ki, y bərabər kx plus b funksiyasının qrafikinə əsasən k plus b cəmini tapın. Uşaqlar, deməli biz bilirik ki, y oxunu kəsilən nöqtə, yəni buradakı bu 5 nöqtəsi bizim b-mizi göstərir. Yəni 12-ci sualda b-miz 5-ə bərabərdir və y oxunu yuxarıda kəsdiyinə görə müsbət 5-dir. K-nı isə necə tapırıq? Funksiyanın özündə baxırsınız, x oxunu harda kəsibdir uşaqlar? X oxunu mənfi 5 nöqtəsində kəsir. Deməli, x oxunu kəsdiyi nöqtə x-i mənfi 5-dir, y-i isə 0-dır. Bizə verilmiş y bərabər kx plus b funksiyasında gəlin qiymətləri yerinə yazaq. Y-in yerinə 0, k-nı bilmirik, x-imizin yerinə mənfi 5 yazırıq.
mənfi 5k üstə gəl b-nin yerinə də müsbət 5 yazırıq. Deməli belə. Qiymətlərini hesablasaq, mənfi 5k-nı sağa sola doğru keçirsək, 5k bərabər 5, k isə bərabər 1 olduğunu alırıq. Deməli, k-mız 1, b-miz isə 5-ə bərabərdir. Bizdən k plus b cəmini soruşur. Yəni 1 üstə gəl 5, cavab olur 6 A bəndi. 12-də cavabımız A bəndidir. Gəlin keçək 13-cü suala. 13-də deyir ki, y bərabər 5-də 3x plus 4 düz xətti üzərində absisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Deməli, absisi, yəni x-i, ordinatına, yəni y-nə bərabər olan. Deməli, biz gedirik. Bizə verilmiş ifadədə x gördüyümüz yerə y yazıb, misalı həll edirik. Y bərabər 5-də 3x üstə gəl 4. Y-in yerinə x yazıram uşaqlar. X bərabər 5-də 3x üstə gəl 4. 5-də 3x-i x-in yanına keçirdirəm. X çıxılsın. 5-də 3x bərabər 4-ə. Bu hissəni həll etsək 5-də 2x bərabər 4-ə. Çarpaz vursaq 2x bərabər 20. X bərabər 10 alarıq. Bayaq danışmışdıq ki, x və y bir-birinə bərabərdir. Deməli, həm x-imiz, həm də y-imiz 10-a bərabərdir. Bizdən isə koordinatlar cəmini soruşur. Yəni, 10 və 10-u toplayırıq. Həm x-imizin qiyməti 10-dur, həm y-imizin. Cavab olur 20 C variantı. 14-cü sualda da eyni qaydadadır. Absisi ordinatına bərabər deyir. Yenə də x bərabərdir, y yazıb, yerinə qoyub həll edirsiniz. Keçək 15-ci suala. Deməli, 15-ci sualda deyir ki, qrafik hansı funksiyaya uyğundur? Uşaqlar, burada artıq sizdən qayda tələb olunur. Funksiyanın qrafikinə, şəklinə baxanda görünür ki, bu funksiya tərs funksiyadır. Tərs funksiyanın isə qaydası y bərabər k bölünsün x şəklindədir. Gəlin baxaq görək k bölünsün x olan funksiyaya hansı daha uyğundur. Deməli, k bölü x-ə uyğun olan B variantıdır. 15-də cavab olur B variantı. Keçək növbəti səhifədəki suallara. 16-cı suala baxaq. Uşaqlar, burada isə funksiyaları bizə verib, burada isə k və b-nin işarəsini müəyyən etməyimizi bizdən soruşur. Deməli, belə bir şey yadımızda saxlayırıq ki, əgər funksiya hansı funksiya olmağından asılı olmayaraq, bu əksər funksiyalarda bu qayda keçərlidir. Birinci və üçüncü rüblərdən keçirsə, həmin funksiyanın k-sı sıfırdan böyükdür. Ancaq yox, funksiya deməli ikinci və dördüncü rüblərdən keçirsə, həmin funksiyanın k-sı sıfırdan kiçik olmalıdır. Rüblərinə baxsaq, 16-cı misalda, y bərabər k bölünsün x, siz diqqətlə baxsaq, baxın, bu hissələri artıq burada nəzərdə tuturam. Baxın, bu hissələr birinci və üçüncü rüblərə aiddir. Deməli, k-mız sıfırdan böyükdür. İkinci, dördüncü rüblərdə isə, baxın, ikinci rüb və dördüncü rüb. İkinci, dördüncü rüblərdə isə uşaqlar B-ni veribdilər. B isə burada artıq sıfırdan kiçik olacaq. Çünki ikinci, dördüncü rüblərdə yerləşib. Deməli, k-sı sıfırdan böyük, B-si isə sıfırdan kiçik olmalıdır. Gəlin, baxaq, görək bu hansı variantdadır. K sıfırdan böyük, B isə sıfırdan kiçik C variantındadır. Tapdıq variantı. 17-yə baxaq. 17-ci sualda isə siz fikir verirsinizmi? Həm k, həm də b ikinci və dördüncü rüblərdə yerləşir. Biz bilirik ki, ikinci və dördüncü rübdə yerləşdikdə sıfırdan kiçik olmalıdır. Yəni, həm k-mız, həm b-miz sıfırdan kiçik olacaq. Cavab olur burada A bəndi. Gəlin keçək 18-ci suala. Görək 18-də nə deyir? Aha, 18-də bizə verir ki, A və B hər ikisi sıfırdan kiçikdir. Hər ikisi sıfırdan kiçikdirsə, uşaqlar, biz bilirik ki, hər ikisinin sıfırdan kiçik olduğu hissə ikinci və dördüncü rüblərdir. Deməli, bizim funksiyamız ikinci, dördüncü rüblərdən keçməlidir. Buna görə artıq B variantı yanlışdır, D variantı yanlışdır, A variantı yanlışdır. Biz C və Y arasında qalırıq. Sonra burada belə bir ifadə verir bizə. A, modul A kiçikdir modul B-dən. Uşaqlar,
burada A və B-miz nə qədər böyükdürsə, Y oxuna da o qədər yaxın olmalıdır. Biz baxırıq ki, B-ni daha böyük veribdilər. Deməli, A-nın modulu isə burada B-nin modulundan kiçikdir. Deməli, Y oxuna yaxın olan daha da böyük olur. Burada cavabımız olacaq C variantı. Yox, uşaqlar. Deməli, burada bizə deyir ki, modul A kiçikdir modul B-dən. Yəni, bizim B-miz daha böyükdür. B-miz A-dan böyükdür. Biz də bayaqda dediyimiz kimi B A-dan böyükdürsə, hansı daha böyükdürsə, o Y oxuna daha yaxın olmalıdır. Daha yaxın olan isə Y variantıdır. Y variantında B, Y-ə doğru daha yaxın olan variantdadır. Keçirik 19-cu suala. 19-cu sualda oxuyaq görək nə deyir. Fx sabit funksiyası üçün f1 vuraq f3 vurulsun f9 bərabərdir -27. Sabit funksiyada uşaqlar, funksiyada x-in yerinə hansı qiyməti qoymağınızdan asılı olmayaraq, funksiya həmişə eyni qiyməti alacaqdır. Yəni, siz funksiyada x-in yerinə 1-də yazsaz, 3-də yazsaz, 9-da yazsaz, funksiya həmişə eyni qiyməti alır. Məsələn, x qiymətini alır. x vuraq x bərabərdir -27-yə. Buradan açıq görünür ki, x-imiz -3-ə bərabərdir. Yəni, funksiyada hansı qiyməti yazmağımızdan asılı olmayaraq, həmişə qiyməti -3-ə bərabər olacaq. Bizdən isə f64-ü soruşur. Bayaq da dediyimiz kimi, funksiya sabit olduğuna görə, x-in yerinə hansı qiyməti yazmağımızdan asılı olmayaraq, hər zaman qiyməti eyni qalır. Yəni, cavab olur -3. C variantı. Keçirik 20-ci sualımıza. Deməli, 20-də bizə deyir ki, fx bərabər a-3x kvadrat, sonra üstə gəl b-4x, üstə gəl 2a plus b 2a üstə gəl 3b sabit funksiya olarsa. Uşaqlar, funksiya sabit funksiya olmağına görə buradakı sualın nömrəsini qeyd edeyim 20. Deməli, buradakı a-3 sıfıra bərabər olmalıdır. Sağ tərəfə keçirsək a-mız 3-ə bərabərdir. Eyni qaydada b-4 sıfıra bərabər olmalıdır. Deməli, b-miz bərabərdir 4. İfadədə bu a-mız və b-miz qiymətlərini yerinə yazdıqda, uşaqlar, x kvadratı olan hissəmizdə bizim sıfıra bərabər olur. Baxın, bu hissə də sıfıra gedir. b-4 olan hissəmiz də sıfıra gedir və əlimizdə 2a plus 3b qalır. Həmin 2a üstə gəlinsin 3b ifadəsində a və b-nin qiymətlərini yerinə yazsaq, yəni a-nın yerinə 3 yazıram, 2 vur 3, üstə gəl 3 vurulsun, b-nin yerinə 4 yazıram. Funksiyamızın qiyməti olur 6 üstə gəl 12, yəni 18-ə bərabər. Bizdən soruşur, f a plus b-ni tapın. A plus b-miz, uşaqlar, gəlin a-nın b-nin qiymətini yerinə yazaq. F 3 üstə gəlinsin 4, yəni f7-ni soruşur bizdən. Funksiya sabit funksiya olduğuna görə, bayaqda dediyimiz kimi, x-in yerinə hansı qiyməti yazmağımızdan asılı olmayaraq, hər zaman eyni qiyməti alır. Yəni, yenə də 18 alacaq. Cavab olur B variantı. Gəlin, davam edək. Keçək 21-ci suala. Aha. 21-ci sualın şərtinə baxaq. X-i 5-dən fərqli veribdir və kəsirdə bizə bir ifadə veribdir, uşaqlar. Deyir ki, funksiya sabit funksiya olarsa. Gəlin baxaq. Fx bərabər sürətdə kx plus 5, məxrəcdə isə 5x çıxıq 25 veribdir. Deməli, uşaqlar, verilmiş ifadədə məxrəcdən 5-i mötərizə xaricinə çıxardıram. Məxrəcimizdə qalır x minus 5. Sürətdən isə k-nı mötərizə xaricinə çıxardıram. Qalır x plus 5 bölünsün k. Çünki vurulub açıldıqda k-lar ixtisar gedir və əvvəlki ifadə qalır. Deməli, uşaqlar, sabit funksiya olduğuna görə bu bizim mötərizənin içində olan x-li ifadələrimiz artıq ixtisar getməlidirlər. Bu ifadələr ixtisar getdikdə bizim funksiyamız k bölünsün 5 şəklinə düşür və olur sabit funksiya.
Yaxşı, bəs hansı formada ixtisar gedirlər? Yəni bu ifadələr bir-birinə bərabər olmalıdırlar ki, onlar eyni olsunlar və ixtisar getsinlər. Yəni x bölünsün, x üstə gəlinsin, 5 bölünsün k bərabərdir, x çıxılsın 5-ə. Buradan x-lərimiz islah gedir. 5 bölünsün k bərabər olur -5-ə. Çarpaz vursaq, k-mız bərabər olur -1-ə. K-nın qiymətini -1 tapdıq. Gətirib burada funksiyada yerinə yazsaq, sürət olur -1, məxrəcimiz isə olur 5. Yəni sabit funksiyamızın qiyməti -5/1-ə bərabərdir. Bizdən isə k üstə gəl f2-ni soruşur uşaqlar. K-nın qiymətini bilirik, -1-dir. Üstə gəl. F2 nə deməkdir? Yəni funksiyada x-in yerinə 2 yazmaq deməkdir. Bundan öncəki misallarda da dediyimiz kimi x-in yerinə hansı qiyməti yazmağımızdan asılı olmayaraq sabit funksiyada qiymət sabit olaraq qalır. Yəni -5/1 yerində də qalır. Biz 1 ilə -1 ilə -5/1-i toplayırıq. Cavab -1/5/1, yəni -1/2 edir. Cavab olur D variantı. D bəndi. Keçək 22-ci suala. 22-ci sualda baxaq. Bizə deyir ki, y bərabər 3x çıxaq 7 və 5x çıxaq 13 düz xətlərinin kəsişmə nöqtəsinin koordinatları hasilini tapın. Uşaqlar, kəsişmə nöqtəsinin koordinatlarını sizdən əgər soruşursa, verilmiş funksiyaları bir-birinə bərabər götürməyiniz kifayət edir. 3x çıxaq 7 bərabərdir 5x çıxaq 13. X-ləri eyni tərəfə keçirsək, 2x bərabər 6, x bərabər 3 olduğunu alırıq. Artıq x koordinatımızı tapmışıq. Funksiyalardan istənilən birində yerinə qoyub y-imizi tapaq. Y bərabər, tutalım ki, 3x çıxaq 7 funksiyasında x-in yerinə 3 yazıram. Bu zaman 3 vurulsun 3 çıxaq 7, yəni y-i 2 tapmış oluruq. Deməli, bizim x-imiz 3, y-imiz isə 2 olur. Bizdən koordinatları hasilini soruşur. Yəni 3'ü vururuq 2'yə, cavab olur 6. 22-ci sualda cavabımız 6. Keçirik 23-cü suala. 23'ü oxuyaq. 23'də deyir ki, 2 şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və jx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olur. Deməli, uşaqlar, qrafikə diqqətlə baxaq. Burada görürük ki, şagird 20 dəqiqə vaxt ərzində 18 səhifə tapşırıq işləmişdi. 23-cü sual. Deməli, 20 dəqiqəyə 18 səhifə işləyib. Digər şagird isə 30 dəqiqə ərzində 15 səhifə deməli kitab oxuyub. Bizdən isə onların 2 şagirdin oxuduğu səhifələrin ümumi sayını soruşur. Uşaqlar, şagird 20 dəqiqə 18 səhifə oxumuşdursa, 1 dəqiqəyə neçə səhifə oxumuşdur? X. Eyni qaydada 30 dəqiqə ərzində 15 səhifə oxumuşdursa, bu da 1 dəqiqəyə x yazmayaq, başqa hərflə işarə edək. Tutalım ki, olsun, y səhifə oxumuşdur. Buradan çarpaz vurma ilə x-i tapsaq, x bərabərdir 20-də 18, ixtisar etsək, 10-da 9 olduğunu alarıq. Digər tərəfi çarpaz etsək, y bərabər 30-da 15 və 30 və 15-i ixtisar edib 2-də 1 olduğunu tapırıq. Şagirdlər birlikdə oxuduğu dediyinə görə neçə dəqiqə sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı deyir. Biz də gəlin burada verilmiş ədədləri toplayaq. 10-da 9 və 2-də 1-i toplayırıq. Eyni məxrəcə gətiririk. 9 üstə gəlinsin 5 bərabər 10-da 14 alırıq. Deməli, ümumi sayı 210 olduğunu verir. 210 bölünsün 10-da 14 yazıram. Birinci kəsri olduğu kimi saxlayıb ikincini tərsinə yazırıq. 14-də 10. İxtisar edək. Deməli, 7, 5. Burada isə 30 qalır. 30-u isə 5-ə vururuq. 150 edir. Deməli, 2 şagirdin oxuduğu ümumi səhifələrimizin sayı 150 dəqiqə olar. Ümumi say. Neçə dəqiqə sonra deyir 210 səhifə olar. 150 dəqiqədən sonra olar. Deməli, dəqiqələrimiz olur 150. 23-də cavab
150. Davam edirik. 24-cü suala keçirik. Oxuyaq 24-ü. Qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə baxaq. İşçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asıllıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər deyə soruşur bizdən. Gəlin diqqətlə qrafikə baxaq. Burada görürük ki, n+1 dəqiqədə, zamanda deməli say 10 olubdur. Gəlin tənasübümüzü quraq. n+1 10. Digəri isə n+7 deməli n olmuşdur. İşçi və zaman olduqda biz bilirik ki, tərs mütənasib asıllıqdır. Bu zaman qarşı-qarşıya vururuq. 10 vurulsun n+1 bərabərdir. N vurulsun n+7. Vurub açsaq 10n üstə gəl 10 bərabər n kvadrat üstə gəl 7n olduğunu alırıq. İfadələrin hamısını eyni tərəfə keçirdək. N kvadrat çıxaq 3n çıxaq 10 bərabərdir 0. Köklərimizi tapsaq müsbət 5 və -2 olduğunu alarıq. Təbii ki, -2 kökünü biz burada götürə bilmərik. Kökümüz olur 5. Gəlin baxaq uşaqlar. Deməli, n-in yerinə 5 yazsaq, n+1 olan ifadədə tutalım ki, baxın birinci ifadədə n-in yerinə 5 yazsam, 5 üstə gəl 1 olur 6. Deməli, 6 dəqiqəyə 10 işçi görürsəm, 20 işçi nə qədər müddətə görər? Təbii ki, x müddətinə görər. Yenə də işçi zaman çarpaz yox, qarşı-qarşıya vurmaq lazımdır. Çünki tərs asıllıqdır. Yəni 20x bərabərdir 6 vurulsun 10 60. X də bərabər 60-ı 20-yə bölürük. 3 tapırıq. Bu isə 3 gündür. Səhv etmirəmsə burada günlə vermişdilər vaxtları. Bəli, günlə veribdilər. Mən elə bildim dəqiqədir. Deməli, cavabımız olur 3 gün. 24-cü sualda. Keçirik 25-ə. 24-də qəşəng maraqlı sual idi. 25-də deyir, A parametrinin neçə tam qiymətində funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Deməli, ordinat oxunu mənfi hissədə kəsmək nə deməkdir? Bu hallarda, uşaqlar, sualın nömrəsini bir dəqiqə yazım. Əgər bizə funksiya verilibdirsə və funksiyanı qrafiki ordinat oxunu mənfidə kəsirsə, ümumiyyətlə kəsdiyi nöqtə B-dir. Mənfi hissədə kəsirsə, B-imizin sıfırdan kiçik olduğunu göstərir. Bu ifadədə isə bizim B-imiz 3A kvadrat çıxılsın 14A olan hissədir. Biz 3A kvadrat çıxılsın 14A ifadəsini sıfırdan kiçik götürüb həll etməliyik. A-nı mötərizə xaricinə çıxardırıq. 3A çıxaq 14 kiçikdir sıfırdan. Hər birini ayrı-ayrıqda sıfıra bərabər edirik. 3A-mız 14-ə, A-mız 3-də 14-ə bərabərdir. Ədəd oxunda qiymətləri yerinə yazsaq, deməli, müsbət, mənfi, müsbət işarə eləməmizi düzsək, bizdən sıfırdan kiçik hissəni soruşur. Yəni 0 və 3-də 14 arasında olan ədədləri soruşur. Bu ədədlər isə hansılardır? 1, 2, 3 və 4-dür. Çünki 3-də 14-ü düzgün kəsrə çevirdikdə, uşaqlar 4-3-də 2 verir. Yəni 4-ə qədər olan ədədlərdir. Bizdən A parametrinin neçə tam qiymətində soruşurdu? Deməli, burada olacaqdı cavab 4 tam qiymətində. 1, 2, 3, 4-dür. Həmin qiymətlərdə 1, 2, 3, 4-dür. Keçirik 26-cı suala. Baxaq, görək 26-da nə deyir? N parametrinin hansı müsbət qiymətində verilmiş funksiya sabit funksiya olar? Deməli, uşaqlar, sabit funksiyada belə bir qayda var ki, biz burada verilmiş ifadəni bir-birinə, indi bir dəqiqə göstərirəm. İfadə bu formadadır. mx üstə gəl 9, məxrəcdə isə 4x üstə gəl m şəklində yazılıbdır. Deməli, baxın, burada çarpaz vurma etsəm, hansı formada? M vurulsun m və baxın, bu 9-u 4-ə. Bu sırf qaydadır. Bu şəkildə biz vururuq. M vurulsun m bərabər 9 vurulsun 4. Bu ifadə
bu funksiya sabit funksiya olar. Bu sabit funksiyanın deməli qaydasıdır. M kvadrat bərabər 36, M isə bərabər uşaqlar müsbət mənfi 6 alırıq. Bizdən isə 26-cı sualda M parametrinin hansı müsbət qiymətində soruşur. Müsbət dediyi üçün də biz M-i müsbət 6 götürürük. Deməli 26-cı sualda cavabımız olur 6. Müsbət 6. Keçirik növbəti sualımıza. Bir dəqiqə baxım. Bəli uşaqlar, 27-ci sualla davam edirik. Gəlin sualı oxuyaq. Düz xətlər üçün uyğunluğu müəyyən edin soruşur. Deməli baxaq birincisinə. 27 birinci. 2x üstəgəl 3y bərabər 5 şəklində veribdir. Gəlin biz birinci növbədə verilmiş ifadəni funksiya halına salaq. Yəni necə? Y bərabər şəklinə salmaq üçün y-i təkləmək lazımdır. Müsbət 2x-i keçirdirik sağ tərəfə. Mənfi 2x üstəgəl 5 və verilmiş ifadənin hər bir tərəfini 3-ə bölsək, y bərabər mənfi 3-də 2x üstəgəl 3-də 5 olduğunu alırıq. Gəlin baxaq görək hansı variant uyğundur. Deməli, burada bizim k-mız mənfi 3-də 2-yə bərabərdir. Bucaq əmsalımız. Və gəlin ikincisini də yazaq. Sonra ümumisini uyğunlaşdıraq uşaqlar. Bu birinci idi. Gəlin ikinci hissəni yazaq. İkinci. Baxaq, deməli 3x üstəgəl 3y bərabər mənfi 1. 3y-i yenə də saxlayıram. Müsbət 3x-i sağa keçirdirəm. Mənfi 3x çıxaq 1 və 3-ə böldükdə hər tərəfi mənfi x çıxaq 3-də 1 alırıq. Bu da bizim ikinci ifadəmiz idi. İndi isə gəlin üçüncünü yazaq. Üçüncü ifadəmizi yazaq. 3x üstəgəl 2y bərabər 0. 2y bərabər mənfi 3x. Y bərabər hər tərəfi 2-yə bölürəm. Mənfi 3-ü 2-yə bölürəm uşaqlar. Elə birbaşa 1,5 x yazıram. Aha. Bundan sonra artıq variantları seçə bilərik. Deməli, gəlin baxaq. Deməli, uşaqlar, birinci ifadədən baxaq. Birinci ifadədə biz y bərabər mənfi 3-də 2x plus 3-də 5 almışdıq. Gəlin baxaq görək hansı variant burada uyğundur. Deməli, bucaq əmsalı olan variantlar uyğun gəlmir. C bəndinə fikir verin uşaqlar. Qrafiki 1-1 nöqtəsindən keçir. Biz əgər həqiqətən x-in yerinə 1 yazsaq, mənfi 3-də 2 üstəgəl 3-də 5, 3-də 3 və y-in də 1 olduğunu alarıq. Deməli, 1 də olur C. İkinci ifadəyə baxaq. İkinci ifadədə görək hansı variantlar uyğundur. Biz x-in qabağını burada mənfi 1 almışıq. Yəni, k-mız mənfidir. Mənfi 1-i isə uşaqlar tangens 135 dərəcədə alacaqdır. Yəni, olur D variantı. Sonra görək hansı uyğundur. İkinciyə. Burada uşaqlar Y variantında yazıb ki, qrafiki mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Biz x-in yerinə mənfi 1 yazsaq, həqiqətən ifadəni 3-də 2 alarıq. Doğrudur. Üçüncü hissəyə baxaq. Üçüncüdə y-i mənfi 1,5x almışıq. Bucaq əmsalı mənfi 1,5-ə bərabərdir. Yəni B variantı. Başqa görək nə uyğundur. Və bir də uşaqlar, bu üçüncü ifadəmiz, üçüncü funksiyamız kx şəklində olduğuna görə qrafik koordinat başlanğıcından keçir deyirik. Cavab olur A bəndi. Digər variantlarda isə uşaqlar qiymətləri sadəcə yerinə qoyub hesablamaq lazımdır ki, orada 1-1 nöqtəsindən keçdiyini və yaxud mənfi 1, 3-də 2 nöqtəsindən keçdiyini tapmaq üçün sadəcə x və y-in yerinə qiymətləri qoymaq lazımdır. Yəni, bu elə də çətin bir proses deyil. Bunu özünüzdə yerinizdə yazıb yoxlaya bilərsiniz. Gəlin biz 28-ci sualımıza baxaq. Deməli, 28-də də yenə variantlar veribdir bizə. Baxaq görək nə deyir. 28. Kx plus b funksiyası üçün deyir qrafiki üçün uyğunluğu müəyyən eləyin. Birincidə k və b-ni hər ikisini sıfırdan böyük veriblər. K sıfırdan böyük, b sıfırdan böyük. Deməli, uşaqlar, biz bilirik ki, əgər k-mız sıfırdan böyükdürsə, qrafik birinci və üçüncü rüblərdən keçməlidir. B-nin isə sıfırdan böyük olmağı qrafikin ordinat oxunu yuxarı hissədə kəsdiyini göstərir. Gəlin görək hansı
variant uyğundur. Deməli, K-nın sıfırdan böyük olduğu variant birinci və üçüncü rüblərdən keçir və B də yuxarıdan keçdiyinə görə birinci, ikinci, üçüncü rüblərdən keçməlidir. Bu isə variantlarda B variantında var. Deməli, 1-ə B uyğundur. İkinciyə baxaq. İkincidə K kiçik 0, B kiçik 0 verilibdir. Deməli, K 0-dan kiçik olduqda biz bilirik ki, ikinci və dördüncü rüblərdən keçməlidir. B-nin isə 0-dan kiçik olması Y oxunu aşağı hissədə kəsməsini göstərir. Yəni, dördüncü rübdə kəsməsini göstərir. Bu da hansı varianta uyğundur? Deməli, D variantına uyğundur. İkinci, dördüncü və üçüncü rüblərdən keçir. Başqa görək, uyğun gələn variant varmı? Və kor-bucaq əmələ gətirir uşaqlar. Bəli, Y variantı da uyğundur. Funksiya ümumiyyətlə, əgər Kx plus B funksiyası ikinci, dördüncü rüblərdən keçirsə, orada kor-bucaq əmələ gətirir. Başqa, keçək üçüncüyə. Üçüncüdə K-nı bizə 1 verib, B-ni isə 0 olduğunu veribdir. Deməli, görək bu hansı varianta uyğundur. K-mız 1, B-miz isə 0-dır. B-nin 0 olduğu uşaqlar Y bərabər Kx funksiyasına uyğun gəlir ki, burada B 0 olur. Bu isə koordinat başlanğıcından keçir. K-nın isə 1 olmağı orada bucağın tənböləni olmağını göstərir. Yəni, birinci və üçüncü rüblərin tənböləni olacaqdır. Müsbət olduğuna görə birinci, üçüncü rüblərdir. A bəndi. Deməli, K-mız müsbət 1 olduğuna görə birinci, üçüncü rüblər, B-si 0-dır deyə isə Kx şəklində olmalıdır funksiyamız. Yəni, 3-ə də A uyğundur. 29-cu sual eyni qaydada həll olunur. Gəlin biz davam edək 30-cu sualla. Deməli, 30-un məsələsini oxuyuram uşaqlar. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həcminin zamandan asıllıq qrafikləri verilmişdir. Deməli, uşaqlar, A kranı ilə hovuzu doldururlar, B kranı ilə isə boşaldırlar. Gəlin baxaq. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kub olan boş hovuzun neçə faizi su ilə dolu olar? Uşaqlar, ilk növbədə A kranına baxıram. A kranı 2 saat ərzində 18 kub su doldurmuşdur. 8 saat açıq qaldıqda, gəlin görək bu A kranı nə qədər su doldurar. 8 saat açıq qaldıqda uşaqlar, burada x yazıb çarpazda vura bilərsiniz və yaxud bu qaydada da tapa bilərsiniz. Yəni 2 8-ə 4 dəfə artdığına görə 18 də 4 dəfə artır və 72 olur. Deməli 8 saata A kranı 72 litr, 72 kubmetr su doldurur. Gəlin B kranına baxaq. Görək B kranında vəziyyət necədir. B kranında isə şəkilə əsasən deyirəm, 3 saat ərzində 15 kub deməli su doldurur. 8 saat ərzində nə qədər su doldurar? X yazırıq. Deməli 8 vur 15 bölünsün 3. Bir dəqiqə bu hissəni düzəldək. X bərabər 8 vurulsun 15 bölünsün 3. X bərabər 40. Aha, deməli 8 saat ərzində A kranı 72 litr suyu doldurur, B kranı isə həmin suyu boşaldır. Yəni uşaqlar 72-dən 40-ı çıxıram, çünki biri doldurub, biri boşaldan da çıxırıq. 32 litr su dolur. Hovuzun ümumi həcmi 50 kubdur. Onun 32-si dolu. Bizdən neçə faizinin dolu olduğunu soruşduğuna görə vuraq 100 yazırıq. 50 və 100-ü ixtisar edirəm. 2-ni 32-yə vururuq. 64% doludur. Əgər boşu soruşarsa 100-dən 64-ə çıxıb 36 da deyə bilərsiniz. Bizim olur 30-cu məsələmiz. Deməli 30-da cavab uşaqlar oldu 64. Gəlin keçək 31-ə. 31-də nə deyir? A-nın hansı qiymətində funksiyasının qrafiki yalnız birinci və ikinci rüblərdən keçir deyir. Aha, gəlin baxaq. 31. Uşaqlar, funksiyanın qrafiki yalnız birinci, ikinci rüblərdən keçir. Yəni, yalnız yuxarı hissədən keçir. Bu o deməkdir ki, verilmiş funksiyanın deməli, B-si 0-dan böyük olmalıdır. Yəni, 9 çıxaq A kvadrat 0-dan böyük bir ədəd olmalıdır. Müsbət olmalıdır. Mənfi A kvadrat böyükdür. Mənfi 9-dan A kvadrat kiçikdir 9-dan və A-mız müsbət mənfi 3-ə bərabərdir uşaqlar. Aralığımız isə mənfi 3, müsbət 3 arasında olur.
Digər x-imizə baxırıq, uşaqlar, a kvadrat. Deməli, x-in qarşısına, yəni k olan hissəmizə baxırıq. A kvadrat çıxılsın 10a, üstə gəl 16. Gəlin bu ifadəni də qiymətlərini, köklərini tapaq. Deməli, burada bizim köklərimiz 8 və 2 olacaq. Ədəd oxunda 2 və 8 nöqtələrini aralığımızda qeyd edirəm. 2, 8. Ədəd oxunda 2 və 8 nöqtələrini də qeyd edirik. Aralığımız baxın bu hissədir. Gəlin bu hər iki aralığın kəsişməsinə baxaq. -3, 3 və 2, 8 aralığının kəsişməsinə. Uşaqlar, hər ikisinin kəsişmə olan aralığını götürürük. Orada isə hər ikisində ödəyən qiymət 2 olur. Yəni 31-ci sualda cavabımız olur 2. 32-ci sualda isə uşaqlar 3-cü və 4-cü rüblərdə yerləşdiyini deyir funksiyanın. 3-cü, 4-cü rüblərdə isə b-miz sıfırdan kiçik olmalıdır. Yəni 33-cü sualda demək olar ki, eyni qayda ilə deməli 32-ci sual eyni qayda ilə gedir. Sadəcə orada 3-cü və 4-cü rüblər dediyinə görə b-ni sıfırdan kiçik götürüb həll etmək lazımdır. Davam edirik 33 ilə. Deməli 33-cü sualda verir ki, xətti funksiyasının qrafikinə əsasən n parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Uşaqlar, siz qrafikə diqqətlə baxsanız, grafikin y oxunu yuxarı hissədə kəsdiyini görərsiniz. Bu isə bizə b-nin sıfırdan böyük olduğunu göstərir. B-miz isə, baxaq görək hansıdır. B-miz uşaqlar burada 10m, çıxaq m kvadrat, çıxaq 16 ifadəsidir ki, biz bu ifadəni sıfırdan böyük götürüb həll etməliyik. İfadənin hər bir həddini mənfiyə vururuq. M kvadrat, çıxaq 10m, üstə gəl 16, kiçikdir 0 yazırıq. Gəlin kökləri tapaq. Köklərimiz olur 8 və 2. Vurduqda deməli 16, toplayanda isə 10 eləyən ədədlər 2 və 8-dir. Və aralığımız 2-8 aralığıdır. Gəlin digərinə baxaq. Uşaqlar, burada k-mız birinci, üçüncü rüblərdən keçdiyinə görə, yəni x-in əmsalı birinci, üçüncü rüblərdən keçdiyinə görə müsbət olmalıdır. Yəni 4m çıxılsın m kvadrat, üstə gəl 12 ifadəsi də müsbət olmalıdır. Sıfırdan böyük olmalıdır. Yenə də hər tərəfi mənfiyə vururuq. M kvadrat, çıxaq 4m, çıxaq 12, kiçikdir 0 yazıb həll edirik. Kökləri tapaq. Köklərimiz isə olur 6 və -2. 6 və -2 vurduqda -12 edir. Toplayanda isə -4-ü bizə verir 33-cü sualda. Deməli, bizdən soruşur deyim, burada m parametrin ala biləcəyi tam qiymətlərin cəmi. Gəlin, burada da aralıqlarımızı -2, 6 və 2, 8 aralıqlarımızı kəsişdirək. -2, 6 bu hissədir. 2, tutalım ki 2 buradadır. 8 də burada. 2, 8-in kəsişməsi də baxın bu hissədədir. Deməli, kəsişən aralıqlarımız 2 və 6 oldu. Biz isə burada 2 və 6 arasında yerləşən ədədlərin cəmini tapırıq. Onlar isə deməli olur 3. Bir dəqiqə. Deməli, bura 8 idi. Deməli, ödəyən ədədlərimiz isə olur 3, 4 və 5. Cəm isə olur 12. Deməli, 33-cü sualda cavabımız oldu 12. Keçirik 34-ə. 34-də verir bizə fx xətti funksiyası üçün f5-i hesablayın. Gəlin baxaq. 34. Xətti funksiyası üçün. Baxın uşaqlar, burada f3x çıxaq 5, üstə gəl f2x plus 3 x-in yerinə qoyulan ədədlərdir. Ümumiyyətlə, xətti funksiya deyildikdə biz bilirik ki, söhbət kx plus b funksiyasından gedir. Deməli, funksiyada gətirib x-in yerinə 3x minus 5 yazıblar və bir dəfə də 2x plus 3 yazıblar. Gəlin biz də yazaq. X-in yerinə bir dəfə yazıram 3x minus 5, yəni bu şəkildə k vurulsun 3x çıxaq 5, üstə gəl b, üstə gəl k vurulsun. Bu dəfə x-in yerinə yazıram 2x plus 3, 2x plus 3, bircə dəqiqə düzəldək. Vurulsun, üstə gəlinsin b, bərabərdir 15x üstə gəl 12-yə. 15x üstə gəl 12. Gəlin vurub açaq uşaqlar. Deməli, k-nı mötərizənin içinə vururam. 3kx çıxılsın. K-nı 5-ə vururam. 5k üstə gəl b. Üstə gəl k-nı vurub açırıq. 2k
x üstəgəl 3k üstəgəl b bərabər 15x üstəgəl 12. Uşaqlar, deməli, burada çox uzatmaq lazım deyil. Biz burada x-lərin əmsallarını bir-birinə bərabər götürməliyik. Gəlin görə x-lərin əmsalı nədir? Burada, deməli, 3kx olan hissə, 2kx və 15x. Bu ifadələri gəlin bir-birinə bərabər götürək. Deməli, 3kx və 2kx-i toplayıram, edir 5kx, bərabərdir 15x-ə. Bərabərliyin sağ və sol tərəfindən x-lərimiz ixtisar gedir. K-nı isə tapanda 15-i 3-ə bölürük, 5 olduğunu tapırıq. Deməli, bizim burada K-mız oldu 5. Və sərbəst hədləri bir-birinə bərabər götürməliyəm uşaqlar. Gəlin baxaq, sərbəst hədlərimiz hansılardır? Sərbəst hədlərimiz burada B-lərimiz var, 2B-dir. K-larımıza baxıram, mənfi 5K var uşaqlar və bir də müsbət 3K var. Görürsünüz burada. Biri mənfi, biri müsbət olduğuna görə çıxıram, 2K qalır. Bərabərdir. Sağ tərəfdə isə sərbəst həddimiz 12-dir. Uşaqlar, K-nın 5 qiymətini gətirib burada aşağıda yerinə yazıram. 2B çıxılsın 10 bərabərdir 12-yə. 2B bərabər 22-yə. B-miz isə 22-ni 2-yə bölürük, 11-ə bərabərdir. Deməli, K-nı və B-ni tapdıq. Deməli, bizim funksiyamız y bərabər kx plus b idi axı uşaqlar. K-nın yerinə 5 yazanda 5x üstəgəl 11 şəklindədir. Yəni, sadəcə K və B-nin qiymətlərini yerinə yazdım. Bizdən isə F5-i soruşur. F5 nə deməkdir? X gördüyümüz yerlərə 5 yazmaq deməkdir. Gəlin, həmin bu kx plus b-də, yəni 5x plus 11 funksiyasında x-in yerinə 5 yazaq. 5 vurulsun 5 üstəgəl 11. Deməli, F5-imiz bərabər olur. 25, 11 də gəlirik 36. Baxaq görək. Burada nə isə səhv etməmişik ki. Uşaqlar, deməli burada 5k bərabər 15. 15-i 5-ə bölüb yenə də 5 yazmışıq. Gəlin bu hissəni düzəldək. Baxaq bircə dəqiqə. Deməli. Baxaq. Deməli 5k bərabər 15. K isə bərabərdir 3. 15-i 5-ə bölürük 3. Davam eləyək. K-mızın qiyməti 3-dür. Mənfi 5k müsbət 3k, bunlar çıxılır, qalır mənfi 2k. B-lərimiz isə toplanılır 2b. 2b çıxılsın 2k. Bərabərdir 12-yə. K-nın qiymətini gətirək burada yerinə yazaq. 2b çıxılsın 6 bərabər 12. 2b 18. B-mizi isə 9 tapırıq. B-miz olur 9. Davam edək. Funksiya y bərabərdir. Kx plus b şəklində idi. K-mızın yerinə 3 yazıram. 3x üstəgəl b-nin yerinə isə uşaqlar 9 yazırıq. Deməli, bizdən f5-i soruşurdu. Funksiyada x-in yerinə 5 yazıb həll etmək lazımdır. 3 vurulsun 5 üstəgəl 9. Deməli, f5 bərabərdir 15 üstəgəl də 9, cavab olur 24. Deməli, neçənci sual idi bu? 34-cü sualda cavab olur 24. Keçirik sonuncu suala. Sonuncu sualımız 35-dir. 35-ci sualda bizə deməli 35-ci sualda uşaqlar belə bir şey deyir. L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyar olarsa L2 düz xəttinin tənliyini yazın. 35 sualın nömrəsini qeyd edək. Uşaqlar, x oxunu düz xəttin, L1 düz xəttinin x oxunu kəsdiyi nöqtəyə baxaq. X oxunu -2, 0 nöqtəsində kəsibdir. Və A nöqtəsinin koordinatları 4, 4-dür. Deməli, gəlin belə bir şey edirik uşaqlar. L1 düz xətti üçün həmin funksiyanı yazıram. Deməli, -2, 0 üçün y bərabər kx üstəgəl b funksiyasında qiymətləri yerinə qoyaq. Yəni 0 bərabərdir -2k üstəgəl b1 yazaq, qarışıq olmasın. Digər qiymətlərimiz, koordinatlarımız isə 4, 4 idi. 4, 4 üçün də yeni bir funksiya yazırıq. Deməli, 4 bərabər 4k üstəgəlinsin. Yenə də b1 yazaq. Eyni funksiyalarda. Gəlin tərəf-tərəfə çıxaq. Aşağıdan yuxarına çıxıram. 4 bərabər. Uşaqlar, burada b1-lər çıxılır. 4k-dan isə 2k-nı çıxdıqda burada mənfi olduğuna görə 6k olur. K-mız isə olur 3-dən 2. Bu k-mızın qiymətidir. Deməli,
Bizə nə deyir? Deyir ki, düz xətləri qarşılıqlı perpendikulyar olarsa. Uşaqlar, qarşılıqlı perpendikulyarlığın şərti deməli bu şəkildədir. K1 vuraq K2 bərabər -1 olmalıdır. Düz xətlərin perpendikulyarlıq şərtidir. Bizim K1-imiz 3/2-dirsə, vuraq K2 bərabər -1. K2-miz deməli -1-i bölürük 3/2-yə, -2-də 3 olmalıdır. Yəni tərs olmalıdır. K2-mizi tapdıq. Deməli K2-miz -2-də 3 olmalıdır. Deməli uşaqlar, bizim L2 düz xəttimizdə yenə də Kx plus 5 şəklindədir. K2-mizin qiyməti -2-də 3x üstə gəlinsin. Burada artıq bizim B2-miz olmalıdır. B2. Gəlin görək, biz B2-ni necə tapırıq? Deməli uşaqlar, K2 qiymətini tapdıq, -2-də 3 idi. Gəlin həmin o 4 olan funksiyada qiymətləri yerinə yazaq. Deməli 4 bərabər olur. -6 qiymətimizi yerinə yazdıq. Üstə gəlinsin B2. B2-miz isə buradan B2. B2-miz isə buradan -6-nı sağa keçirdirik. 10-a bərabərdir. B2-nin qiymətini L2 funksiyasında gətirib yerinə yazaq. L2 bərabər -2-də 3x üstə gəlinsin. B2-nin qiymətini yazırıq 10. Deməli, bizim tənliyimiz, bizim funksiyamız -2-də 3x üstə gəl 10 şəklində olmalıdır. Bizdən də L2 düz xəttinin tənliyini soruşurdu. Tənliyimiz -2-də 3x üstə gəl 10 şəklindədir. Deməli, bununla da bölmənin sonuncu sualını həll etdik. 35-ci sualı həll etdik. Bölmə bununla yekunlaşdı. Əlimdən gəldiyi qədər çalışacağım ki, digər bölmələri də tezliklə izahını çəkim, yükləyim. Ümid edirəm ki, xoşunuza gələr, bəyənərsiniz. Sağ olun, salamat qalın.